Axşamınız xeyir, hörmətli iştirakçılar. Hər birinizi Pinnacle Akademinin 7-ci təlimində xoş gördük. Mən Pinnacle Akademinin moderatoru Bəndəliyeva Zəhra. Bugünkü təlimimizin mövzusu qrafikdən rəqəmsala doğru rənglər olacaq. Təlimçimiz UX UI dizayner Yusifov Turab bəydir. Zəhmət olmasa səslər bağlayın. Təlimin sonunda açar söz səsləndiriləcək. Qeyd olunan nömrəyə açar sözü ad soyadınızla birgə göndərərək rəsmi sertifikat və təşəkkürnamə əldə edə bilərsiniz. Təlimçimizin Instagram hesabı da sonda qeyd olunacaq. Əlaqə saxlaya bilərsiniz. Zəhmət olmasa təlim müddətində səslərinizi bağlı saxlayın ki, təlimçimizə və dinləyicilərə mane olmayasınız. Sonda suallarınız olarsa, əl işarəsinə basdıqdan sonra səsləndirə, yaxud chat bölməsində yazıb bildirə bilərsiniz. Hər birinizə xoş dinləmələr arzu edirəm və sözü dəyərli təlimçimiz Turab bəyə verirəm. Buyurun, hostluğu da sizə verəm indi. Hər kəsə salamlar. Təlimə qatılan və təlimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bugünkü təlimimizdə qrafikdən rəqəmsala doğru rənglər mövzusu olacaq. Niyə bu mövzunu seçməyimlə bağlı qısa bir nüansını bildirim ki, həm qrafikdə, həm də rəqəmsal dizaynda rəng həqiqətən də önəmli və vacib bir elementdir. Hansı ki, biz rənglərlə bağlı müəyyən səhvlər etdikdə bu dizaynımıza təsir edir. Və eyni zamanda dizayna təsir etdiyində həm ödənişdə, həm də bizim peşəkarlığımıza mane yaradır. Bugünkü təlimdə ilk olaraq özüm haqqında qısa məlumat verəcəm. Sonra rəng nəzəriyyəsi, qrafik dizaynla rəng, ümumiyyətlə təlimin sonunda sertifikat almaq üçün açar söz, rəngin rəqəmsala təsiri, rəng psixologiyası və rənglərdə rəng dünyası mövzularına qısa toxunuş edəcək. Özüm haqqında məlumat verim ki, 7 ildən çoxdur ki, dizayn sahəsində həm qrafik dizayn, həm də rəqəmsal dizayn edirəm. Bundan başqa psixoloji təsir etmə bazarı olan bir istifadəçiyəm. Qrafik dizayn istifadəçi psixologiyası üzrə mütəxəssis və vizual dizayner və məhsul sahibiyəm. Daha çox xarici bazarda işləyirəm. İngiltərə, Amerika və İspaniyada freelancer işləyirəm. 25-dən çox məhsulun inkişafında rol oynamışam. Gələk rəng nəzəriyyəsinə. Rəngləri ümumiyyətlə bilmək üçün rəng nəzəriyyəsini mütləq şəkildə bilməliyik. Rəng nəzəriyyəsi dedikdə əsas 3 hissəyə fokuslanmalıyıq. Birinci isə rəngləri istifadə edəcəyimiz çarxdır. Yəni, həm qrafik dizaynda, həm rəqəmsal dizaynda Yohannes İpkenin rəng çarxından istifadə etməyinizi tövsiyə edirəm ki, çünki orada rəngləri müəyyən kateqoriyalara görə ayırıblar ki, bu da sizin, yəni, problemlərinizi və seçiminizi daha da sadələşdirir. Rəng harmoniyası dedikdə, rəngləri bir-biri ilə uyğun gəlməyi nəzərdə tutulur. Biz, məsələn, bir rəng dedikdə, mavi rəng dedikdə, sadəcə o mavi rənglə kifayətlənməməliyik. O rəngin açığından, tündünə doğru hamısını istifadə edə bilməliyik. Yəni, sadəcə mavi rəngi seçib eyni tonunu layihədə, həm qrafik tərəfdə, həm də rəqəmsal tərəfdə istifadə eləsək, bu biraz monotonluğu və rəng korluğunu yaradacaq ki, bununla da istifadəçilər sizdən qaçacaqlar. Rəng dəyərlərinə gəldikdə isə hər bir rəngin özünün müəyyən dəyərləri var. Məsələn, qrafik dizaynda daha çox RGB və smooth rənglər istifadə olunur. Amma rəqəmsal dizaynda hex kodlarından istifadə olunur. Bunların niyə olduğunu və hansı səbəbdən istifadə etdiyimizi mütləq şəkildə öyrənməliyik. Daha çox əgər qrafik dizaynda rəngləri istifadə edirsinizsə, saf məhsullar olacaqsa, ya da ümumiyyətlə çıxardıqdan sonra məhsulu istifadəçiyə göstərəcəksinizsə, o zaman smooth rənglərdən istifadə edərsiniz. Yox, əgər sizin hazırladığınız dizayn saf olunmayacaq, sadəcə ekranlarda göstəriləcəksə, o zaman qrafik dizayner olaraq RGB rəng koduna istifadə edə bilərsiniz. Bəli. Ancaq rəqəmsalda, yəni hex kodundan istifadə olunur. Çünki hex kodunu istifadə etmək həm yadda qalıcılığı artırır, həm də rəngləri artıq yavaş-yavaş tanıyırıq. Qrafik dizaynda rəngi bilmək üçün ümumiyyətlə bilməliyik ki, rəng qrafik dizaynda, rəng kimliyində, saf mediasında və tipoqrafiyada istifadə olunur. Ümumiyyətlə biz əgər qrafik dizaynda bir rəng haqqında məhsul yaradırıqsa,
həmin məhsulun brendinin kimliyini müəyyən etməliyik ki, o kimliyə əsasən, onun verdiyi vizual xarakteristikaya əsasən rəngləri uyğun seçməliyik. Əgər brendin kimliyi ilə rəng seçimi uyğun gəlməzsə, bu həm yadda qalıcılığı artıracaq, həm də insanlar artıq sizin peşəkar olmadığınıza əmin olacaqlar. Çap mediasına gəldikdə isə, burada da rəngləri daha işıqlı, daha rəngarəng vermək əvəzinə çapdan çıxarkən reallığı əks etdirən sübutdan istifadə etməliyik. Ümumiyyətlə, çap mediasında rənglər müəyyən problemlər yaradır. Çünki Azərbaycanda qrafik dizaynerlər dizayn etdikləri işləri çap edərkən printerlərdə müəyyən problemlər yaranır. Çünki bizim printerlər müəyyən qədər professional və ya müəyyən qədər möhtəşəm printerlər deyil. Olan yerlər çox da azdır və ya maksimum dərəcədə bahalı olduğu üçün hər kəs ondan istifadə etmir. Ona görə də burada bizim düzgün rəngi seçməyimiz mütləq şəkildə lazımdır. Sonuncu olaraq tipoqrafiya mövzusuna gəldikdə, rənglərin ikinci təsir etdiyi tipoqrafiyadır, yazılardır. Əgər bizim seçdiyimiz rəngin xarakteristikası ilə tipoqrafiyanın xarakteristikası uyğun gəlməzsə, o zaman dizaynımızda harmoniya pozulmuş olur və bu da əmin olun ki, istifadəçilər tərəfdən çox qəşəng görünür və artıq bu problemi həll etmək sizin üzərinizə düşür. Bu söz təlimin sonunda yazacağınız və sertifikat alacağınız sözdür. Ona görə bu sözü unutmamağa çalışın. Rəngin rəqəmsal təzyiqinə gəldikdə isə, ümumiyyətlə kalibrləşmə mütləq şəkildə bilinməlidir. Kalibrləşmə nə deməkdir? Yəni, monoton rənglərdən fərqli rəngləri keçməliyik. Eyni rəngin tonlarından çox istifadə etməməliyik. Rənglərin bir-birinə uyğun gəlməsi üçün müəyyən pluginlərdən və ya müəyyən saytlardan istifadə etməliyik ki, bura Adobe saytı, Google saytı və digər saytlar da daxildir ki, həmin saytlara girib rənglərin bir-birinə uyumunu rahat şəkildə görərsiniz. Bunun üçün mənim həm tələbələrə, həm də dizayn sahəsində başlayan insanlara tövsiyəm odur ki, Figma'da plugin olaraq kontrast plugini var ki, bu plugin vasitəsilə siz rəngin bir-birinə uyğunluğunu görəcəksiniz və hansı rənglə uyğun gəlir və ümumiyyətlə istifadə oluna bilər, onu görəcəksiniz. Çünki burada rənglərin bir-birinin üzərində istifadəsi zamanı bunun uzaqdan, yaxından, sağdan, soldan oxunması ehtimalları var və bu ehtimallarda biz gərək diqqət etməliyik ki, rənglər bir-birinə uyğun gəlsin. Bir dənə sual-cavab hissəsinə baxaq. Görək nəsə yazıblarmı? Salam, axşamınız xeyir. Rəng çarxında əsas rənglər hansılardır? Bəli, bir dənə sual verərsiniz, zəhmət olmasa. Rəng çarxında əsas rənglər hansılardır? Yəni, rəng çarxında, bir dəqiqə. Rəng çarxında əsasən qırmızı, mavi, yaşıl və sarı rənglər, əsas rənglər sayılır. Bura qara və ağ rəngləri əlavə etmək olmaz. Çünki bu qara və ağ rənglər ümumi olaraq həm qrafik dizaynda, həm də rəqəmsal dizaynda daha çox istifadə olunur. Bunun istifadəsi zamanı insan asılı olmayaraq bu ümumiyyətlə istifadə olunur. Yəni, ona görə də əsas rənglər qırmızı, mavi, yaşıl və sarıdır. Aha. Komplement rənglər nədir və nə zaman istifadə olunur, necə istifadə olunur? Komplement rənglər o zaman istifadə olunur ki, müəyyən fərqləri yaratmaq istəyirsinizsə və ya müəyyən vurğu yaratmaq istəyirsinizsə, o zaman gərək biz kalibrləşmədən və komplementlərdən istifadə etməliyik. Bunun istifadəsi üçün mütləq şəkildə brend kimliyinə nəzarət etməliyik və brend kimliyinə uyğun gəlməyən rəngləri istifadə etməməliyik. Tipoqrafiya yoxsa tipoqrafika, bunlar əslində bir-birinə müəyyən qədər fərq yaradır. Yəni, bunların arasında kiçik fərqlər var. Tipoqrafiya bir söz, tipoqrafika isə bir elmdir. Başqa suallar yoxdursa, davam edək. RGB rənglərdə əsasən red, green, blue, yəni qırmızı, yaşıl, mavi rənglərin
tonlarının birləşməsi nəticəsində digər rənglər əmələ gəlir. Smoke rəngləri isə daha solğun və insanlar tərəfindən daha rahat oxunan rənglərdir. Yəni, əgər siz dizaynınızı ekranda göstərəcəksinizsə, çap elətdirməyəcəksinizsə, bu zaman dizaynınızda RGB rəngindən istifadə edəcəksiniz. Əgər yox, çap edəcəksinizsə, bu zaman da CMYK rəng modulundan istifadə edəcəksiniz. Bunu isə istifadə etdiyiniz dizayn proqramında Adobe Photoshop'da olsun, Illustrator olsun, eləcə də Figma olsun, oradan ayarlara girib düzəldə bilərsiniz. Bu sualla bağlı otaq tünd qəhvəyi rəngdədirsə, qalan hansı rəng olacaq? Bu sualla bağlı təlimin sonlarına yaxın sizə möhtəşəm bir çarx göstərəcəm ki, o çarx vasitəsilə artıq rənglərin bir-birinə uyumunu çox qəşəng şəkildə istifadə edəcəksiniz. Okey, devam edək. Rəng boşluqları odur ki, biz rəqəmsal dizayn edərkən, yəni saytda ya da mobil appdə müəyyən boşluqlar buraxmalıyıq. Çünki bu boşluqlar bizim o boşluğun ətrafında yaratdığımız ya da istifadə etdiyimiz rəngin diqqətliyini və təsirini çox artırır və bu da artıq istifadəçinin saytda qalma müddətini və keyfiyyətini artırır. Rəng ardıcıllığına gəldikdə isə rəqəmsal dizaynda rəng istifadə edərkən bura əsas rənglər, ikinci dərəcəli rənglər, sistem rəngləri və əgər ehtiyac olarsa background, text ya da bölücü rənglər də istifadə edə bilərik. Gəldik ən əsas mövzuya. Hər bir rəngin əslində bir neçə mənası var və bu mənasına görə biz gərək onu düzgün şəkildə müəyyənləşdirək ki, istifadəçilərə uyğun mesajı verə bilər. Məsələn, mavi rəngi götürək. Əgər sakitlik mesajı verilirsə, bu zaman meditasiya oxlarının divarlarını, yəni açıq mavi rəngə boyamalıyıq. Bu, onlarda sakitlik, rahatlama yaradır. Əgər mavi rəngdən inam yaratması üçün istifadə edilirsə, bu zaman tünd mavidən istifadə etməliyik. Elə bütün bank proqramlarından mavi rəngin istifadə olunma səbəblər bunlardır. Əgər soyuqluq, qorxu yaratmaq istəyirsə, bu zaman film səhnələrində mavi rəngdən istifadə olunur ki, bu mavi rəngdə filmlərdə daha çox soyuqluq və qorxu yaradır. Ona görə də biz gərək rənglərin hər birinin mənasını bilməliyik ki, bu mənaya əsasən seçdiyimiz dizaynı uğurlu dizayn edək. Hər sahənin ən populyar rəngləri var ki, bu göstərəcəyim çarxı əslində mən uzun müddətli çalışaraq və gözləməyərək hazırlamışam və hazırladıqdan sonra işlədiyim şirkətdə o təsdiq olunub, daha sonrası Azərbaycanda da istifadə etməyə başlamışam. Monoxrom, analoji və triadik rənglər nələrdir? Monoxrom odur ki, bir rəngin tünd versiyasından daha açıq versiyasına qədər olan rəng sxemidir. Analoji rəng odur ki, rəng çarxında qarşısında olanın yanında, yəni sağında və solunda olan üç rəngin birləşməsidir. Triadik rəng isə üç ardıcıl rəngin və ya üç bir-birindən perpendikulyar qalan rənglərin birləşməsindən istifadə olunur. Baxın, göstərəcəyim bu çarxda siz istənilən sahəyə uyğun rənglər seçə biləcəksiniz və bu rənglərlə artıq dizaynlarınızı rəng seçimində uzun müddət axtarmadan istifadə edəcəksiniz. Burada göstərilən hər bir rəqəm əslində bir sahəni bildirir. Yəni, məsələn, birinci sahə, birinci rəng sistemi, yəni restoranı bildirir. Əgər restoran istifadə edirsinizsə, bu rənglərdən istifadə etməyiniz daha məqsədlidir. Rəqəmsal dizaynda niyə RGB rəng modeli istifadə olunur? Rəqəmsal dizaynda əslində RGB yox da, yəni hex kodlarından istifadə olunur. Çünki RGB kodlarından əslində istifadə olunur, amma RGB-də kodların yadda qalıcılığı və onun dizaynından front-endə ötürülməsi prosesi biraz qəliz olduğuna görə RGB daha az istifadə olunur. Daha çox hex kodlarından istifadə olunur. Hex kodlarda əslində rəqəmsaldakı RGB mənasına gəlir. İlk hex-də 6 kod var. Onun ilk ikisi qırmızı rəngi, üçüncü və dördüncü rəqəm yaşıl rəngi, son iki rəqəm isə mavi rəngi istifadə edir.
Dediyim kimi bu təqdimatda bu çalışma vasitəsilə siz özünüzə uyğun olan sahələri rahat şəkildə dizayn edə biləcəksiniz və seçdiyiniz rəngləri rahatlıqla dizaynlarınızda çəkinmədən istifadə edə bilərsiniz. Təqdimatımız bu qədər. Əlavə sualları olan varsa buyursun. Pantone renk sistemi ne için istifadə olunur? Zəhmət olmasa bir dənə də sual təkrar edin, tam eşidilmədi. Pantone renk sistemi ne için istifadə olunur? Hansı rəng sistemi? Pantone Aha, Pantone. Pantone rəng sistemi deyil, sadəcə olaraq dizayn bilirsən. Pantone dizayn dünyasında hər il istifadə olunması mümkün olan və əsas rəngi seçir. Ümumiyyətlə o şirkət bu il ərzində hansı rəng ən önəmli rəng olur, buna müəyyən qaydalar və situasiyaların nəticəsində qərar verir. Ümumiyyətlə Pantone rənglər dizaynda çox istifadə olunmur. Daha çox dediyim kimi Hex, RGB və ASLS kodlardan istifadə olunur. Pantone isə sadəcə olaraq ilin rəngini seçən bir firmadır və bu şirkət bəzi şirkətlər tərəfindən tanınır, bəziləri tərəfindən tanınmır. Ölkəmizdə çox istifadə olunmasa da diqqət mərkəzində olan şirkətdir. Qamut rənglər nədir? Qamut rənglər, yəni əsas rənglərdir. Dizaynımızda əsas olması lazım olan, yəni rəngdən asılı olmayaraq əsas istifadə etdiyimiz rənglərdir ki, bu yəni dizaynın əsasını və özlüyünü təşkil edir. Kontrast rənglər istifadə olunurmu sualına gəldikdə, əgər qrafik dizayndan söhbət gedirsə, əlbəttə ki, olunur. Rəqəmsal dizaynda isə işləmə yerinə görə dəyişə bilər. Yüksək dizayna keçmək üçün qrafik dizayndan təməllərini və proqramlaşdırmada məlumat olmaq vacibdirmi? Yox əslində. Belə baxdıqda UX UI sahəsi iki sahəni birləşdirir. Biri istifadəçi təcrübəsini öyrənməkdir, biri istifadəçi interfeysinə əsasən dizaynlar hazırlamaqdır. Sadəcə burada qrafik dizaynla oxşar mövzular keçirilir deyənə bəzən onu səhv salırlar. Əgər yeni başlayırsınızsa, proqramlaşdırma bilməyiniz çox da lazım olmur, amma bunu irəlilədikcə və vəzifə artımı istəyirsinizsə, proqramlaşdırmada ən azından front-end proqramlaşdırmasını bilməlisiniz. Əlbəttə ki, rənglərin insan emosiyalarına təsiri yüksəkdir və gərək biz bunu mütləq şəkildə yüksək səviyyədə öyrənək. Çünki hər rəng müəyyən bir emosiya yaradır. Məsələn, qırmızı rəngi biz gördükdə nəsə bir təlaş yaradırıq ya da nəsə bir böyük bir endirim olduğunu düşünürük. Məsələn, yaşıl rəng bizi sakitləşdirən rənglərdir. Yəni, ona görə də bu rəngləri, mənalarını və emosiyalarını mütləq şəkildə bilməliyik. Bunun üçün də müxtəlif saytlar, kitablar var və o kitablardan öyrənə bilərsiniz. Hansısa rəngin parlaq və ya tünd olması təbii ki, mövzunun mənasını dəyişir. Parlaq yoxsa daha açıq və ya daha tünd olması dəyişir. Təbii ki, əgər rəngin birinin çalarını müəyyən qədər dəyişiriksə, onunla istifadə etdiyimiz digər rəngin çalarını da dəyişməliyik. Əgər dəyişmədiyimiz zaman yuxarıda qeyd etdiyim kontrast pozulur və artıq o rənglərin bir-birinin üzərində istifadə olunması problem yaradır, yəni oxunmur. Sertifikat diplom hazırlamaq üçün Canva-dan başqa hansı proqramlar var? Yəni, sizə həm ödənişsiz, həm də daha rahat interfeysi olan Figma proqramını məsləhət görərəm ki, burada hesab açarkən hər hansısa bir ödəniş alınmır və siz free hesabdan istənilən hər şeyi edə bilərsiniz, hətta yəni animasiyalarda hazırlaya bilərsiniz. Bəs qrafik dizayn proqramlarını bilməyə gərək varmı? Harda? Yəni, rənglərlə bağlıdırsa, təbii ki, yox. Rənglər özü ayrıca mövzudur. Qrafik dizaynın öyrənilməsi zamanı keçirilən bir mövzudur. Branding və marketingdə hansı rənglər daha çox istifadə olunur? Təbii ki, bu brendin özünə uyğun dəyişə bilər. Yəni, brendinizin əsas rəngləri varsa ya da brendiniz uzun müddətli bazardadırsa, o zaman onun istifadə etdiyi loqo rənglərində ya da saytda istifadə etdiyi rənglərdən çıxmamalıyıq.
Marketinqdə isə təbii ki, daha çox satış və daha çox yönləndirmə olan rənglərdən istifadə etməliyik. Bura eyni qədər rənglər daxildir əslində. Sadəcə olaraq marketinqdə hansı məhsulu ya da hansı xidməti satdığınız önəmlidir. Buradakı çarxa baxaraq onu istifadə edə bilərsiniz. Əgər rəqəmsal dizayndakı mobil əpdən söhbət gedirsə, bəli, Ə, Ü və başqa hərflərin Azərbaycan əlifbasını dəstəkləyən şriftlər var. Əgər istəsəniz, mənə WhatsApp üzərindən yönlənə bilərsiniz və mən bundan bağlı sizə şriftlər göndərə bilərəm. Bu sualı cavabladım. İstifadəçi təcrübəsində rənglərin rolu nədir? Yəni, biz hər gün müəyyən emblemlərdən, müəyyən şeylərlə qarşılaşırıq, elementlərlə qarşılaşırıq. O elementlərin yadda qalıcılığı əslində orada istifadə olunan rəngdən, şəkildən ya da yazıdan istifadə olunur. İstifadəçi təcrübəsində isə bu rəngi mütləq şəkildə bilməliyik. Məsələn, əgər tutaq ki, bir yemək mobil əpi yaradırıqsa ya da rəqəmsal məhsulu yaradırıqsa, burada istifadəçinin azlıq hissini ya da istifadəçi daha rahat gələcək rənglərdən istifadə etməliyik ki, istifadəçi həmin saytda ya da mobil əpdə qalsın və ya sifariş etsin. Əgər belə olmadığı halda yoxlamalar nəticəsində öyrənilir ki, rəng düzgün seçməyib. Adını bir də deyə bilərsiniz. Figma. Bir dəqiqə bura yazın. Hər kəs də görsün. Rənglərin mədəni kontekstə görə fərqlənən mənaları varmı? Təbii ki, var. Xüsusən də əgər biz dizayn ediriksə, istər qrafik dizaynda, istərsə də rəqəmsal dizaynda diqqət etməli olduğumuz nüanslar var. Məsələn, Asiya bazarında müəyyən rənglər var ki, onlar dövlət tərəfindən qaydalara ziddir. Yəni, o rəngləri istifadə etməməliyik. Eləcə də Hindistanda, eləcə də Amerikada, eləcə də Kanadada, Afrikada bu rənglər daha çoxdur. Avropaya baxanda nisbətən azdır. Amma istifadə etdiyimiz ölkəyə görə, regiona görə bu fərqli mənalara gələ bilir. Yəni, ən sadə bir nüans deyim sizə. Hindistanda yaşıl rəng daha çox istifadə olunur. O, müqəddəslik mənasına gəlir. Amma Afrika ölkələrindən birində, tutaq ki, Nigeriyada yaşıl rəng zəhər və ya qorxulu bir element kimi nəzərdə tutulur. Ona görə bunları araşdırmalısınız. Bunları necə araşdıra bilərsiniz? İşlədiyiniz şirkətə sual verə bilərsiniz ki, sizə onunla bağlı məlumat versin. Yəni, bu rahat sualı, bunu verməlisiniz, çəkinməyin. Əgər vermədiyi təqdirdə, siz özünüz müəyyən araşdırmalar etməlisiniz ya da digər dizaynlardan soruşmalısınız. İnterior dizaynerlər çox möhtəşəmli izah edirsiniz. Çox sağ olun. Sizlər sağ olun diqqətinizə görə. Fayda verə bildimsə, nə mutlu. İnterior dizaynerlər evi dizayn edərkən istifadə etdiyi rəng tonlarını zövqə görə seçir. Müştəri tərəfindən, yoxsa bu dizaynerlər tərəfindən rəng tonlarını uyumlu olaraq seçir. Burada interior dizaynerdə əsas bir nüans var. Daha çox müqavilə əsasında keçirilir. Yəni, bəzən müştəri olur ki, dizayneri bəyənir və ona buraxır. Amma bəzən olur ki, özü müəyyən rənglər qoyur ki, bunlar mütləq şəkildə olmalıdır. O zaman artıq o rəngləri istifadə etməlisiniz. Amma əvvəlcədən müştəriyə bildirirsiniz ki, baxın, bu rəngləri istifadə edirsiniz, bu yaxşı çıxmaya bilər. Bu halda mənə geri dönüş edib dəyişin ya da yaxşı olmadı cavabını verməyin. Yəni, bunu deyə bilərsiniz. Mən qrafik dizayneram. Yox, burada əslində normal bir şeydir. Çünki biz əslində hər kəs ilk düşündüyü bəzən çox oxşar olur. Sadəcə olaraq sizinki də oxşar ola bilər, amma orada müəyyən rəng, tipoqrafiya ya da element, yəni fiqurlar, ikonlar müəyyən fərq yarada bilər. Yəni, bununla bağlı sizə yenə deyirəm, mənə yazarsınız, sizə bir kitab ataram. Rəssam kimi olmalı kitabı var. Bu kitabı mütləq şəkildə hər kəsə tövsiyə edirəm, oxusun. Yəni, internetdən də tapa bilərsiniz, mənə də yaza bilərsiniz. Bu kitabda necə uğurlamaq lazım olduğunu rəssamlardan öyrədir bizə. Yəni, rəssamlar əslində bir-birinə oxşar işlər görür, amma fərqli görsənir. Biz də elə etməliyik. Yəni, logo dizaynında, rəqəmsal dizaynda oxşar olmalıdır, amma bizim özümüzə xas olan elementlər mütləq şəkildə olmalıdır. Kontrastın oxunaqlığa təsiri necə olur? Yəni, əgər kontrast pozularsa, yəni rənglərin bir-birinə uyğun olmazsa,
Yəni bu zaman oxuma elementləri, yazılar oxunmayacaq. Bəzən bunu siz də hər biriniz bəlkə də görmüsünüz. Alicə Sumqayıtdan Bakıya gedərkən ya da Bakıdan hər hansı bir rayona gedərkən yuxarıda billboardlar var və orada daha kiçik elementləri oxumaq çətin olur. Çünki burada rəng önəmi var. Tipoqrafiyanın önəmi yoxdur əslində. Rəng önəmi var ki, fərqləri yaradacaq, yəni element olmalıdır. Kitabın adını yazıram. Dəqiqə. Dediyim kimi, internetdən də yaza bilərsiniz. Həm türk dilində, həm ingilis dilində tapa bilərsiniz. Mütləq şəkildə istər qrafik dizayn olsun, istər interyer. Ümumiyyətlə, dizayn sahəsində olarkən bu kitabı və bir çox bəzi kitabları mütləq şəkildə oturub oxumalısınız. Yəni, sonda sizə prezentasiyanı göndərəcəm və orada rahat şəkildə rənglərin hansı mövzuya əlaqəli olduğunu rahat şəkildə tapa bilərsiniz. Və bir də burada mən öz WhatsApp nömrəmi, Instagramı və LinkedIn-i də yerləşdirmişəm ki, hər hansısa başqa bir sualınız olarsa, mütləq şəkildə yaza bilərsiniz, çəkinməyin, dəstək olmağa, kömək etməyə hazıram. Başqa sualınız yoxdursa, yekunlaşdıraq. Ümumiyyətlə, rənglər, dizaynda, istənilən dizaynda ən birinci elementdir. Bunu düzgün şəkildə etsək, digər elementlər tipoqrafiyadır, ikonlardır, şəkillərdir. Onu da düzgün şəkildə seçmiş olacaq. Əgər rənglə müəyyən problem yaranarsa, bu bizim şəkil seçimimizə də, tipografiyaya da təsir etmiş olacaq. Ona görə də əsas mənim həmişə həm tələbələrimə, həm də verdiyim təlimlərdə dediyim bir cümlə var ki, həmişə ilk etdiyiniz dizaynın bir 10 versiyasını yaradın və sonra həm özünüz buna baxın, həm də daha çox heç baxmayan, heç bu sahə ilə əlaqəsi olmayan adama göstərin. Bu evlərdən biri ola bilər, yoldan keçən ola bilər, getdiyiniz kafedəki adamlara da yaxınlaşıb deyə bilərsiniz. O baxıb ilk ağzını deyəcəksə, əmin olun ki, o dizayn daha çox diqqət çəkir və ona nəzarət etməlisiniz. 11 dərdədirmi sualını verdiniz, baxın dizaynın hansı sahəsində və necə istifadə etməyinizə. Əgər müəyyən bir limitli şəkildə istifadə edəcəksinizsə, o zaman bunu istifadə etməlisiniz. Amma bəzən yeni dizayn qaydalarına əsaslı artıq bu demək olar ki, istifadə olunur. Dediyim kimi, Instagram səhifəmi görüşün sonunda qrupa həm təqdimat şəkildə, həm də link şəklində göndərəcəm. Şəbnəm xanımın qeyd etdiyi bir nüans var. Bəli, o versiyada da istifadə olunur. Amma dediyim kimi, bu biraz daha Avropa və Amerika yönəldiyimizdə o qədər də istifadə olunan bir element deyil. Belə deyək. Başqa sualı olan varsa, ümumiyyətlə, burada qoşulanlar arasında kimlər qrafik dizayn, kimlər rəqəmsal, büyük şahid dizayner, kimlər də interyerdir. Zəhmət olmazsa yazsın. Görək bizim təlimimizə qoşulanlar daha çox hansı sahədən gəlir. Motion. Artıq demək olar ki, Azərbaycanda qrafikdən mütləq şəkildə tələb olunur motion. Gəlirli sahədir, amma Azərbaycanda müştəri tərəfdən bu biraz problemlər yaradır. Qrafik dizayner, kompüter mütəxəssisi, nə gözəl. Elə qoşulan arasında dizayner olanlar bu şəxslərdir. Digərləri ya yazmır, yoxsa dizayner deyil. Şəbnəm xanım, sizə qısa bir dəstək olmaq məqsədi bir cümlə deyəcəm. Interyer dizayner olmaq istəyirsinizsə, mütləq şəkildə dizayn
formasına diqqət edin. Çünki burada bəzi kurslar daha çox şərq üsuluna önəm verir, qərbə önəm vermir. Amma siz gedirsinizsə, mütləq şəkildə ikisindən öyrənin ki, daha sonrasında işlədikdə buna qərar verəsiniz. Yəni, ümumiyyətlə, mən tövsiyə edərdim ki, Azərbaycandan deyil də, xaricdə işləyən, freelancer olsun, remote olsun, ya da şirkətdə işləyən interyer dizaynerləri sosial mediadan tapıb onlardan tədris almağı tövsiyə edirəm. Çünki artıq ölkəmizdə motion designer ya da interyer dizayner yavaş-yavaş çoxalır ya, rəqabət artır. Amma xarici bazarda bu belə deyil. Aha, harda təhsil alırsınız İlahə xanım ümumi olaraq? Qəşəng, uğurlar. Musiqi və istifadə ixtisasıya. Burada, yəni motion design-da deyirsinizsə, bazara əsasən dəyişir. Əgər siz Azərbaycanda işləmək istəyirsinizsə, mən sizə motion design təklif edirəm. Amma yox, əgər freelancer, yəni harada istədiniz, oturub işləmək istəyirsinizsə və həqiqətən işlədiyiniz işdən zövq almaq istəyirsinizsə, UX-i tövsiyə edirəm. Videoqraf olaraq yaxşı pul qazanırsınızsa, amatör olaraq qalmağa davam edə bilərsiniz, Emin bəy. Salamlar Sahib bəy. İnternet dizayner yoxsa, üzr sayın, internet dizayner yoxsa qrafik dizayn, yəni %100 internet dizayner. Çünki qrafik dizayner artıq azaldılıb, indi süni intellektlərin bəziləri yerinə yetirir. SMM mütəxəssislərin rənglərin anlamını mütləq şəkildə bilməlidir. Çünki onlar satış yönümlü iş görürlər deyənə, satış yönümlü və rənglərin %100 önəmi var. Sadəcə orada dizaynla müəyyən qədər fərqlər var, rənglərlə bağlı. Əgər mağazalara, servislərə hazırlanmış banner çap olursa, bu zaman Zoom-dan istifadə etməlisiniz. Yox, çap olunursa LGB-dən. İndirim bunu nəzərdə tutmuşdunuz. Edir, amma internet dizaynda promptlar biraz daha qəlizdir hələ ki. Amma qrafik dizaynda artıq promptlar çeynənilir. Yəni, prompt satan adamlar var, yəni xarici bazarda. Ki, yəni sadəcə bir dənə prompt yazırsınız süni intellektdə və bu arada ChatGPT-dən söhbət gedir. Başqa süni intellekt versiyalar var. Bunlar edir. Amma internet dizaynda yəni müştərinin tam istəyini oraya yazmalısınız. Orada problem odur ki, yəni internet dizaynda sizin ürünüzə tərziniz önəmlidir. Siz anlayırsınız, onu prompt şəklində yazırsınız. Yəni, ona görə də qrafik dizayndakı süni intellektin təsiri hardasa %70-80-dırsa, internet dizaynda bu %30 ya da 35'dir. Təbii ki, UX sahəsində, çünki burada istifadəçi ilə danışmaq var, istifadəçini anlamaq var. Düşünsəniz ki, Azərbaycanda, süni intellekt Azərbaycanda insanlara anlama səviyyəsində yazma gələcək. Bu biraz 10-15 il olacaq. Çünki bizim insanlar çox nəyin istədiyini bilən insanlar deyil. Ona görə də dayanmadan sual verəcək və bir nöqtədə süni intellekt olacaq. Dayanacaq, yanacaq. Daha sonra UX bir də internet dizayner. Üzrümü sayın, son dönəmlərdə olan qripə düşmüşəm. Çox sağ olun, Həmrah xanım. Ümumiyyətlə, rəng elə bir mövzudur ki, əslində onu işlətdikcə, istifadə etdikcə daha çox öyrənirsiniz və mütləq şəkildə, yəni istər qrafik tərəfdən, istər
böyük riayət tərəfdən, istər dizayn hər hansı bir sahəsində istifadə işləyirsinizsə, sizin mood boardunuz olmalı və mood boardu kateqoriyalara bölməlisiniz. Yəni, rəngə görə seçdiyiniz mood board, tipoqrafiyaya görə, şəkillərə görə, tekstə görə. Yəni, amma təəssüf olsun ki, Azərbaycanda sadəcə bir mood board hazırlanır, hər biri onun içində olur. Bu biraz qarışıq olur. Ona görə də yəni, mən həm tələbələrimə, həm təlimdə deyirəm ki, mood board yaradarkən yəni, bunu 5 hissəyə bölün. Hər hissədə bir dənə olması kifayətdir, çünki siz oradan gördüyünüzü gördürəcəksiniz. Amma ümumi bir 15 dənə qoyduqda, bəzən dizaynla başlayanda 15 dənədən bəlkə də sadəcə 3-4-ünə baxarıq və davam edirik. Yəni, öz beynimizdən yaratmağa çox həvəsliyik. Bunun qarşısını almalı və mood boarda əsasən, dediyim kimi, rəssamın orada kitabına əsasən hazırlamalıyıq. Notion qrafik dizayner üçün ingilis ya da rus dili daha vacibdir. Azərbaycanda davam etmək üçün. Azərbaycanda davam etmək və ya xarici davam etmək üçün fərqi yoxdur. Mütləq şəkildə ingilis dilini bilməyiniz vacibdir. Çünki sahəyə aid olan videolar, kitablar, məqalələr ingilis dilindədir. Amma əgər siz rus dili yönümlüsünüzsə, o zaman rus dilini daha da peşəkar səviyyəyə edib, ona aid də kitablar tapa bilərsiniz. Yəni, ingilis dilini öyrənsəniz, yəni, onu inkişaf elətdirəcək maddələrə %90% yaxınlaşacaqsınız. Rus dilində isə bu biraz %75-80 arasındadır. Tövsiyəm olur ki, əsasən ilk olaraq ingilis dilini öyrənin, daha sonra isə rus dili əvəzində İspan ya da İtalyan dillərini öyrənmək tövsiyə edirəm. Xüsusən də İspan dilini. Çünki xaricdə, Avropada, yəni bəzi ölkələr var ki, bizim ora dediyim iş tapmamız daha asandır. Bu ölkələrin başında İspanya gəlir. İspanya, Macaristan və s. Yəni, ona görə də İspan dili həm rahatdır, İtalyan dilinə nəzərən deyilişini, başa düşməsini. Bunda müəyyən qədər ingilis dilinə ortaq baza bilikləri var. İtalyan dilində var, amma sadəcə İspan dili daha oxunaqlıdır. Bir də, yəni, Behance-də ya da portfolio saytlarında istifadə etdiyiniz rənglərdə önəm verməlisiniz. Bununla da HR-lara ya da işə götürənlərə xüsusi mesaj verirsiniz. Sorry. Kanadada bəlkə də 2 il əvvəl desəydiniz çox qəşəngdir, amma indi hal-hazırda biraz şərtlər ağırlaşıb və yaşam standartları biraz artıb bizim ölkə üçün. Yəni, biz yerdə işləyirsə, yəni hardasa böyük bir məbləğ almalıyıq. Amma onun əvəzində sizə, yəni Amerikanın, Kanadaya yaxın olan ştatlarına gedib, oradan iş götürüb, daha sonra Kanadaya getməyi tövsiyə edirəm. Amma ilk olaraq, yəni Azərbaycandan çıxmaq istəyirsinizsə, yəni Macaristan, Polşa və ya Gürcüstanı məsləhət görərəm. Daha çox Macaristan, sonra Polşa, sonra isə Gürcüstan, Türkiyəyə getməyi tövsiyə etmirəm. Çünki onlar, biz bəzi nüanslarda biz onları daha qabaqlayırıq. Belə. Məncə maraqlı bir təqdimat oldu. Son suala da baxaq. Dark mode və light mode üçün rəng seçərkən hansı amilləri nəzərə almaq lazımdır? Söhbət yəni ki, rəqəmsal dizayndan gedirsə, əsasən light mode hazırlanmalıdır birinci. Sonra isə dark mode. Əsasən, yəni dediyim kimi, light modda seçdiyimiz rənglərin qarşılığındakı, o çarxda olan qarşısındakı rənglərdən istifadə etməlisiniz dark modda. Macaristan ingilis dili ilə motion qrafik dizayn sahəsində iş tapmaq mümkündürmü? Təbii ki, mümkündür. Burada əsas 2 nüansa diqqət etməlisiniz. Bir, sizin müsahibədəki danışığınız. Ona görə də müsahibəyə hazırlaşmalısınız. Hazırlaşmaq dedikdə, yəni Macaristan bazarını bilməlisiniz. Yəni ilkin yayda da bilməlisiniz. Çünki oradan suallar verilir. İngilis dilini yəni, başa düşüb az-maz danışdığınızda da qəbul edirlər. Təbii ki, maaşı müəyyən qədər endirirlər, amma sizə ingilis dilini öyrənməkdə dəstək olurlar, yəni kurslara göndərirlər və kurs o şirkət tərəfindən dəstəklənir. Təşəkkür edirəm mən də Həvva xanım. Təşəkkürlər. Kontrastın oxunaqlığa təsiri ondan ibarətdir ki, yəni düşünün ki, bir qara rəngin üzərində tünd mavi rəng var. Bu oxunacaq, amma yox. Əslində gözü yoracaq, yəni insan oradan qaçacaq. Amma qara rəngin üstündə açıq rənglər olarsa, hər hansı bir açıq rəng, bunun kontrastı daha yaxşı olacaq. Və ona görə də kontrastı dediyim kimi, yəni Figma'da hər biriniz Figma hesab açsın, pluginlər bölməsinə keçin və orada
kontrast plugini var. Orada istifadə etdiyiniz iki rəngdən birini digərin üstünə qoyub kontrasta baxın ki, orada ümumiyyətlə rəng bir-birini anlayırmı, yoxsa anlamır mı? Mən təşəkkür edirəm Sahib bəy, sona qədər diqqətlə qulaq asdığınız. Təbii ki, yəni dediyim kimi light mode birinci seçilir. Burada brend rəngi önəmlidir, əsas rənglər önəmlidir, sistem rəngi önəmlidir. Buna əsasən dark modu ilk olaraq qərar verməlisiniz ki, dark modda hansı rəng olacaq ekranda. Tünd qara mı, yoxsa müəyyən qədər qaranın formaları mı? Buna qərar verdikdən sonra ona əsasən kontrastdan istifadə edərək və rəng çarxından istifadə edərək rəngi seçə bilərsiniz, Nərgiz xanım. Əgər bununla bağlı əlavə izah istəyirsinizsə, WhatsApp üzərindən ya da Instagram üzərindən linkini yaza bilərsiniz. Və məmnuniyyətlə izah etməyə hazıram. Yəni, bu sistemlə bağlı olan bir rəngdir. Sistemin rəngi mütləq şəkildə lazımdır. Sistem rəngləri dedikdə, yəni saytda ya da mobilətdə olan errorlar, bildirişlər, sistem konfigurasiyaları, xəbərdarlıq və s. və s. info məlumatları bunlar aiddir ki, bu vacibdir. Dediyim kimi, yəni təqdimatın sonunda, görüşün sonunda qrupa PDF atılacaq. Orada yəni WhatsApp, Instagram və LinkedIn üzərindən mənə geri dönüş edə bilərsiniz. Əgər sual yoxdursa, Zəhra xanım, yəni ki, bitirək. Əgər sual yoxdursa, Hansı icra saxlaya bilərik? zəhmət olmasa, Nərgiz xanım, sualınızı yazarsınız, çünki səs biraz exolo gəldi deyə tam eşitmədim. Dediyim kimi, yəni, qrupa, WhatsApp qrupuna mənim indiki təqdimatım atılacaq. Orada ən axırıncı səhifədə belə bölmələr var. Link formasına. Üzərinə vurduqda mənim sosial media hesablarıma keçid edəcəksiniz. Yəni, Zəhra xanım, əgər nömrə vermək olarsa, mən buradan yazım. Və bununla bağlı sual cavablayarsınız. Bəli, əgər sizə uyğundursa, chat bölməsinə qeyd edə bilərsiniz. Okay, tamam. Qeyd edirəm, hər kəs baxsın. Yəni dediyim kimi, yəni mən bu sahədə həm qrafik tərəfdən, həm UX dizayn tərəfdən tədris keçirəm. İstər onlayn şəkildə, istər offline şəkildə Azərbaycanda 2 kursla işləyirəm. Yəni bununla bağlı məlumat istəyirsinizsə, məlumatı mənim nömrəyə yazaraq öyrənə bilərsiniz. Yəni məqsədim, yəni həm bu təlimdə, həm öz təlimlərimdə, həm də dərslərimdə gənclərə düzgün və uğurlu bir yol hazırlamaqdır. Çünki sahədə, yəni diqqətlə baxsaq, istər qrafikdə, istər rəqəmsalda, Hindistan daha öndədir. Niyə? Çünki onların bir-birinə olan bağı çox güclüdür. Yəni biri digərinə daha çox kömək edir. Amma bizdə demək olar ki, Azərbaycanda dizayn edə biraz bu tərəfdən biraz geri qalırlar. Təzə-təzə dəstək olmağa çalışırlar. Yəni dediyim kimi, mənə həm nömrə üzərindən, həm də sosial mediadan baxa bilərsiniz. Yəni yaza bilərsiniz. Bu arada yenilikcə özümə bir rəqəmsal dizayn agentliyi açmışam. Əgər müraciət etmək istəyənlər varsa, nömrəyə CV və ya portfoliolarla bağlı məlumat göndərərlər. Həm interyer, həm motion, həm qrafik, həm UX, həm də UI dizayn tərəfdə. Okay. Əgər suallarınız bu qədərdirsə, məncə bitirək. Siz nə deyirsiniz, Zəhra xanım? Bir daha mən sözü göstərim ki, yazınızdan çıxmasın. Yohannes sözüdür. Mən qapanışı edim, yekunlaşdıraq. Olar, olar.
Hörmətli iştirakçılar, hər birinizi Pinnacle Akademinin 7-ci təlimində görmək bizim üçün çox xoş oldu. Ümid edirik ki, təlim hər biriniz üçün faydalı oldu. Təlim boyunca göstərdiyiniz maraq və diqqətə görə hər birinizə təşəkkür edirik. Eyni zamanda təklifimizi qəbul edib bugünkü təlimdə bizimlə olduğuna görə Turab bəyə xüsusi minnətdarlığımızı bildiririk. Turab bəyin Instagram hesabını qrupa göndəriləcək, əlaqə saxlaya bilərsiniz. Açar sözü isə 055 843 54 75 nömrəsinə ad soyadınızla birgə göndərərək rəsmi sertifikat və təşəkkürnamə əldə edə bilərsiniz. Nömrəni bir daha səsləndirirəm. 055 843 54 75. Pinnacle Akademiya adından hər kəsə təşəkkür edirik və bundan sonraki təlimlərimizdə də birlikdə olacağımızı ümid edirik. Gecəniz xeyrə qalsın. Mən də təşəkkür edirəm hər kəsə. Gecəniz xeyrə qalsın.